bugün qızlar biz seminardan gəlirik. Yəni Gülpəri xanımın seminarına. Səadət xanımı qızlarımız burdadılar. Səadət xanımın arıqlamasından biz maraqlı gəldi bizə. Soruşduq ki, Səadət xanım siz neçə kilo verdiniz? Baxın, bir neçə ayda və nə qədər kilo vermisiniz? Sözün düzü mən ayın tamamında baxmamışdım. Elə bir ki, konsentrə olmamışdım da ona. Mən 1-3 aydan sonra hardasa paltarları götürüb şvaniyerdən geyinirəm. Ay balam bu da böyükdür, bu da böyükdür. Sonra çıxmışam tərəziyə. Tərəziyə çıxanda gördüm ki 23 kilo. 23 kilo vermişdim. 2 aya. 3 aya. 3 aya. 3 aya. 23 soruşma. Bizdə hamı soruşanda deyirdim ki 120, 3'ü de elə asla deyirdim ki. Dəqiq 123'də Aferin. 99'a düşmüşəm. Baxın, ətrafınızda kilolu xanımlar varsa, dəvət eləyə bilərsiniz. Rahat şəkildə məhsullarımız, yəni ziyan etmədən, heç bir əks təsiri olmadan və ən gözəli də o ki, çəki geriyə qayıtmır. Yəni indi hal-hazırda Səadət xanım istifadə etmir, amma çəkisi də yerində qalıb. Təşəkkür edirik Səadət xanım. Sağ ol, siz sağ olun.